Ölkəmizdə konstitusiya və suverenlik ili, eləcə də 8 noyabr Zəfər gününün 5-ci il dönümü münasibəti ilə silsilə tədbirlər davam edir. Bu tədbirlərdə Ağsullular da geniş fəallıq nümayiş etdirirlər. Belə ki, rayonun Rəhimli Qaradağ kəndlər arası avtomobil yolunun 1.5-ci kilometrində ağac əkmə aksiyası keçirilib. Aksiyada Ağsu rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, rayonun idarə, təşkilat və müəssisələrinin kollektivləri iştirak edib. Ağac əkmə aksiyasında əkilən hər bir ağac Tincini aqrotexniki qulluq göstərilib. Ağac əkmə aksiyası çərçivəsində bayram günlərində ümumilikdə 2000-dən çox ağacın əkilməsi nəzərdə tutulur. Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi, suvarma məsələləri həll edilib və cavabdehlər müəyyənləşdirilib. İştirakçılar tərəfindən aksiyanın keçirildiyi yararsız tullantılardan təmizlənərək, burada torpaq iqlim şəraitinə uyğun yeni ağaclar əkilib. Ağac əkmə kampaniyası çərçivəsində təqribən 2000 ağacın əkilməsi nəzərdə tutulmuşdur. Silsilə tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Ağsu rayonunda deməli, müharibə veteranları, qazilər, şəhid ailələri ilə birlikdə tədbir keçiriləcək. Sonra isə ümumrayon tədbirinə start veriləcək. Elvin Qudratov, Aqil Əsədov, Həcər Həsənova bugün informasiya proqramı üçün.